Alo, Ərəstu məzəng eləyib deyəsən. Herkes salamlayıram. Salam aleyküm Qurban bəy. Ahın dağlara qardaş, ahın dağlara. Bəy. Yox, ah çəkmirəm. Əslində mən İlham Əliyevə təşəkkür edirəm. O şəxsən mənə bir yüngüllük gətirdi. Yəni həqiqətən səmimi deyirəm, uzun müddət idi, illər idi mən tərəddüd edirdim ki. Ərəstu, mən çox özür istəyirəm, bunu mən açıb deyəcəm bu efirdə. 3-4 gün bundan qabaq İlham Əliyevə görə mənə tutduğu iradlar yadındadırmı? Bəli, bəli, bəli. İndi gördünüz mən haqlıyım qardaş. Ay kişi, bu adam cinayətkardır, bu cinayətçilərin yanındadır. Bu sən deyən adam deyil qardaşım, başa dönün. Mən ona görə demirdim Qurban bəy, mən özümüzə görə deyirdim. Mən başa düşürəm, İlham Əliyev hər sözə layiqdir. Amma elə sözlər var ki, onlar bizim dilimizə, bizim ritorikamıza layiq deyil. Mən bu mənada deyirdim. Doğru, tam doğru. Mesela İlham Əliyevin nəyə layiq olduğunu mən sizdən daha koloritli ifadə edə bilərəm. Baxmayın, efirdən işlətmirəm. Mən elə sözlər işlədərəm ki, onlar hələ xoruz səsi eşitməyibdir. Amma bunlar emosiyadır. Mən şəxsən İlham Əliyevə təşəkkür edirəm bugünkü sərəncama görə. Çünki uzun müddət idi mən düşünürdüm ki, İlham Əliyev bu cinayətin harasındadır. Mən hətta o qatil hakimə, Tərtər məhkəməsinin, hərbi məhkəməsinin sədri təyin edəndə onu təkrar İlqar Quliyev, mən düşünürdüm ki, onu da haradasa anlamaq olar, çalışır bir növ bir balanslı mövqe tutsun, müəyyən addımlar atana qədər. Amma bugün mən artıq tam əmin oldum ki, İlham Əliyev məni əmin etdi ki, bu cinayətin tam başındadır. Yəni bundan sonra mən Ərəstu Orucunu heç kim inandıra bilməz ki, Tərtər cinayətinin təşkilatçısı İlham Əliyev deyil. Bunu İlham Əliyev özü etiraf elədi. Bilirsiniz, Xanlar Vəliyevə belə bir alçağa, yaramaza, şərəfsizə, atasından, anasından xəbəri olmayan binamusa, millətin qatı düşməninə, görürsünüz, mən də yaxşı sözlər bilirəm Qurban bəy, bunlar hələ ən yüngülləridir. Xanlar Vəliyev haqqında deyilə biləcək bu sözlər yalnız kompliment kimi deyilə bilər. Tək Xanlar Vəliyev yox, elə qalan hamısı haqqında. İlham Əliyev ona orden verməyə bilərdi. Və bununla göstərərdi ki, baxın, mən itə də verirəm ordeni, 70-80 yaş olanda, amma bu itə vermirəm. Çünki bu it deyil, bu mundar bit basmış tuladır. Amma onu da eləmədi İlham Əliyev. İlham Əliyev bu sərəncamdan dedi ki, Tərtər cinayətinin təşkilatçısı mənəm, mən eləmişəm, əcəb eləmişəm və bütün cinayətkar əmrimi icra edənləri də mükafatlandıracağam. İndi söz Azərbaycan xalqınındır. Artıq emosiya, hissə qapılmaq lazım deyil. Sadəcə bilmək lazımdır ki, Azərbaycanda törədilən bütün cinayətlərin səbəbkarı İlham Əliyevdir. O da özü dedi. Bu sərəncamlar, ondan əvvəl verdiyi sərəncamlarla, Nais Bərxudarovu general-leytenant eləməklə, nə bilim, İlqar Qasımovu təkrar məhkəmə sədri eləməklə, Nəcməddin Sadıqovu qorumaqla, Zakir Həsənovu nazir postunda saxlamaqla nə qədər sadalayım, hara qədər sadalayım. Zakir Qaralovu qorumaqla. Bəli, hamısından İlham Əliyev, bir daha deyirəm, əziz həmvətənlərim, İlham Əliyev dedi ki, Azərbaycanda törədilən ən qatı, ən ağır cinayət olan Tərtər cinayətinin təşkilatçısı mənəm. Özünüzü aldatmayın. Hissə qapılmayın. Düşünməyin ki, mən prezidentim, mən belə bir şey eləməliyəm. Mən prezident deyiləm. Mən bax buyam. Mən bu xalqa düşmənəm. İlham Əliyev bunu etiraf elədi. Artıq kimsə bizə bir kəlmə söz də deyə bilməz ki, prezidentin xəbəri olmayıb, nə bilim, İlham Əliyev bacarmır, nə bilirsiniz, bacarmayan adamın nə işi var dövlətin başında? Sən kimsən, sən mənim millətimə görə məsuliyyət götürürsən üzərinə. Sən kimsən onun müqaddaratını həll edirsən? İndi biz artıq, necə deyərlər, əsas sualın cavabını tapdıq. Yenə deyirəm, mənim xeyli dərəcə təminliyim var idi ki, bu belədir. Amma biri var ki, ehtirafı insanın özündən eşidirsən, biri var ehtimallarla, faktlar, dolayısıyla faktlar üzərində qurursan. Ona görə mən İlham Əliyevə təşəkkür edirəm. Şəxsən mənim bütün şübhələrim bununla bitdi. Çünki İlham Əliyev dedi ki, bilirsən nə var? Özünü axmaq yerinə qoyma. Mən eləmişəm bunu.
Xanlar Vəliyevə Azərbaycan xalqının qatı düşməni, ən belə iyrənc təbiəti olan cinayətkara, yaramaza, alçağa, şərəfsizə və Azərbaycan dilində deyilə biləcək ən ağır sözlərə layiq olan Xanlar Vəliyevə İlham Əliyev bu ordeni verməklə özdə vətənə xidmət ordeni, 1-ci dərəcəli. İlham Əliyev getdi durdu düz Xanlar Vəliyevin yanında. Təbrik edirəm İlham Əliyev, yeriniz mübarək. Mən bunu demək istedim, başqa işdə. Biz işimizi davam etdirəcəyik və artıq burada bütün, belə deyək də, sərhədlər pozuldu. Artıq heç bir çərçivə yoxdur. İlham Əliyev bütün o çərçivələri dağıtdı. Mən ona bu yolda uğur arzulayıram, amma bilsin, İlham Əliyev bugün Azərbaycan xalqından daha çox nümayəndəsinin nifrətini qazandı. O da hamı nifrət edir, əksəriyyət nifrət edir. Özü də onu yaxşı bilir. Özü də onu yaxşı bilir. Ona görə cəmiyyətə əlcək atır, ona görə insanları aşağılayır, ona görə insanları divan tutanları mükafatlandırır, vəzifələrə təyin eləyir. Özü qəşəng bilir bunu. Özünü bu xalqa qarşı qoyur. O düşünür ki, onu nə bilim, İsrail, it, qurt müdafiə eləyəcək. Heç kim müdafiə eləyənməyəcək sən İlham Əliyev. O boyda Rusiya Bəşər Əsədi müdafiə eləyə bilmədi. Sən kimin nəyinə lazımsan? Kimin nəyinə lazımsan? Sənin elə o topladığın oğurluq sərvət sənin axırına çıxacaq. Tək səni yox. Bütün sülaləni. Məcburam bunu deməyə. Mən bunları demək istəyirdim. Təşəkkür edirəm. Təşəkkürlər. Var olun. Çox sağ olun. Ərəstum Məhəmməd. Azərfedi Maliyyəsi adından Ərəstum Məhəmməd təşəkkür edirəm. Dostlar, bəzi şeylər demək lazımdır. Bilirsiniz, vaxt vardı bir sözlər əsərmişlər, tərtər əsərmişlər. Burada məndən mübahisə edirdi. Babalidana çoxlarının şahididir. Və bir çoxları da burada cənab prezident, sənə mən qurbanam, mən sənin uğrunda ölməyə getməyə hazıram. Bu gün də bəzilə deyirlər. Ümid edirəm ki, artıq hamı başa düşdü. Bugünkü sərəncamdan sonra, Xanlar Vəliyevə orden verilməsindən sonra İlham Əliyev konkret olaraq mövqeyi qoydu ortalığa. Mən istəyirəm ki, bu barədə millət vəkili namizədlər də sözlərində nəzərə çəkmişlər də